Sızanaq xəstəliyinin müalicəsində tətbiq olunan retinoidlər, yəni Acnetrend, Rakutan, Izosupran nə zaman təhlükəlidir? 1. Əgər siz yeni ailə qurmusunuzsa və uşaq planlaşdırırsınızsa, retinoid qəbulundan mütləq şəkildə il yarım və 3 il sonra hamilə qalmamaq məsləhət görünür. 2. Həkim nəzarəti olmadan retinoidlərin istifadəsi. Retinoidlər mütləq şəkildə qaraciyər kam yoxlanıldıqdan sonra qaraciyər qoruyucu preparatlarla birgə təyin olunmalıdır. 3. Digər pasientlərə təyin olunmuş dozada retinoid qəbulu. Retinoidlər mütləq şəkildə hər fərdin çəkisinə uyğun olaraq təyin olunmalıdır. Əgər siz başqa bir pasientə təyin olunmuş dozada qəbul etsəniz və həmin dərmanı kəssəniz, yenidən müalicəyə gec yatımlı olan, daha ağırlaşmış formalı sızanaqla rastlaşacaqsınız. Bu baxımdan istənilən dərman retinoidlərdə daxil olmaqla mütləq şəkildə həkim nəzarəti altında qəbul olunmalıdır.